Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və əziz şagird kollektivi. Bugün Gələcəyin İşığı FM radiosunun efirində sizləri görüşmək mənim üçün sadəcə bir təqdimat deyil, həm də mühüm bir ictimai mövzunu birlikdə dərk etmək, düşünmək və nəticə çıxarmaq fürsətidir. İnformasiya axınının sərhəd tanımadığı, rəqəmsal mühitin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə radio efiri yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda maarifləndirilən, istiqamət verən və məsuliyyət hissini gücləndirən güclü platformadır. Məhz bu məsuliyyəti dərk edərək bugünkü verilişimizi xüsusi bir mövzuya həsr edirik. Mən Lənkəran rayonu Yuxarı Növədi Kənddan Orta Ümumi Təhsil Məktəbinin 6-cı A sinif şagirdi Məhərrəm Sahib. Bugünkü efirimizin mövzusu 6 fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür. Bugün təkcə təqvimdə qeyd olunan bir tarix deyil. Bugün hər birimizin gündəlik istifadə etdiyimiz rəqəmsal mühidə daha diqqətlə baxması, riskləri düzgün qiymətləndirməsi və imkanlardan şuurlu şəkildə faydalanması üçün mühüm çağırışdır. Müasir dövrdə internet anlayışı artıq sadəcə informasiya axtarış vasitəsi kimi qəbul edilmir. İnternet bugün təhsil platformasıdır, elmi tədqiqat mühitidir, ünsiyyət məkanıdır. Eyni zamanda iqtisadi, sosial və mədəni proseslərin əsas hərəkət verici qüvvəsidir. Statistik məlumatlara əsasən, dünyada 5 milyarddan artıq insan internet istifadəçisidir və bu rəqəm hər il artmaqdadır. Xüsusilə məktəb yaşlı uşaqlar və yeniyetmələr internetdən daha intensiv istifadə edən əsas qruplar sırasındadır. Bu fakt özü-özlüyündə bir reallığı ortaya qoyur. Təhlükəsiz internet məsələsi təsadüfi deyil, sistemli yanaşma tələb edən strateji mövzudur. Beynəlxalq Təhlükəsiz İnternet günü ilk dəfə 2004-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə qeyd olunmağa başlamışdır. Sonraki illərdə bu təşəbbüs qlobal xarakter almış, hazırda 170-dən çox ölkədə müxtəlif maarifləndirici tədbirlərə müşahidə olunur. Günün əsas məqsədi uşaqların, yeniyetmələrin və ümumilikdə cəmiyyətin internet mühitində təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq, rəqəmsal savadlılığı artırmaq və potensial risklərə qarşı maarifləndirməni gücləndirməkdir. Təhlükəsiz internet dedikdə yalnız texniki müdafiə mexanizmləri nəzərdə tutulmur. Buraya informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması, etik davranış normaları, psixolojik təhlükəsizlik və hüquqi məsuliyyət anlayışı da daxildir. Elmi yanaşmalara əsasən, rəqəmsal təhlükəsizlik 3 əsas istiqamətdə formalaşır. Texnoloji təhlükəsizlik, davranış təhlükəsizliyi və hüquqi təhlükəsizlik. Bu istiqamətlərin hər biri ilə qarşılıqlı əlaqəlidir və yalnız kompleks yanaşma effektiv nəticə verə bilər. İnternetin təhsil sahəsində yaratdığı imkanlar danılmazdır. Onlayn dərs platformaları, açıq təhsil resursları, elmi məqalələr, bazaları və interaktiv öyrənmə mühitinin şagirdin bilik əldə etmə imkanlarını xeyli genişləndirilir. Aparılan tədqiqatlar göstərir ki, rəqəmsal bacarıqları daha sürətlə inkişaf edir. Lakin bu imkanlarla yanaşı təhlükələr də mövcuddur və onları görməzdən gəlmək ciddi fəsadlara yol aça bilər. Ən çox rast gəlinən risklərdən biri şəxsi məlumatın qorunmamasıdır. Sosial şəbəkələrdə paylaşdığımız şəkillər, ünvan məlumatları, telefon nömrələri və gündəlik fəaliyyətlə bağlı informasiyalar düzgün nəzarət olunmadıqda sui-istifadə obyektinə çevrilə bilər. Kiberpsixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, yeniyetmələrin böyük bir hissəsi şəxsi məlumat anlayışını tam dərk etmədən paylaşım edir. Bu isə gələcəkdə həm psixoloji, həm də hüquqi problemlərə səbəb ola bilər. Digər ciddi məsələ isə kiberzorlaşarlıqdır. Kiberzorlaşarlıq internet üzərindən təhqir, təzyiq, şantaj və ya alçaldıcı davranışların həyata keçirilməsi deməkdir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, yeniyetmələr arasında kiberzorlaşarlıq halları son 10 ildə əhəmiyyətli dərəcədə artmışdır. Bu cür hallar yalnız fərdi psixoloji travmalar yaratmır, eyni zamanda sosial adaptasiya problemlərinə, təhsil motivasiyasının azalmasına və özünə inamın zəifləməsinə səbəb olur. Təhlükəsiz internet mühitin formalaşmasında ailə, məktəb və cəmiyyət üçlüyünün rolu xüsusilə vacibdir.
Məktəblərdə rəqəmsal savadlılıq dərslərinin təşkili, valideynlərin maarifləndirilməsi və şagirdlərin açıq dialoq mühitində problemləri paylaşa bilməsi effektiv profilaktik tədbirlər sırasında yer alır. Mütəxəssislər vurğulayır ki, qadağalarla deyil, izahlı və şuurlu yanaşma ilə əldə edilən nəticələr daha dayanıqlıdır. Hüquqi aspekt də təhlükəsiz internet anlayışının ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının qanunvericiliyində şəxsi məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə ilə bağlı mühüm müddəalar mövcuddur. Bu qanunlar hər bir vətəndaşın rəqəmsal məkanda hüquqlarını qorumağa yönəlir. Lakin qanunların effektivliyi yalnız onların mövcudluğu ilə deyil, cəmiyyət tərəfindən bilinməsi və düzgün tətbiqi ilə keçirilir. İnternetdə etik davranış məsələsi də xüsusi diqqət tələb edir. Virtual mühitdə yazılan hər bir fikir, paylaşılan hər bir şərt real insanlara təsir göstərir. Elmi etika prinsiplərinə əsasən anonimlik, məsuliyyətsizlik anlamına gəlməməlidir. Rəqəmsal vətəndaşlıq anlayışı məhz bu nöqtədə aktuallaşır. Rəqəmsal vətəndaş olmaq, internetdən istifadə edərkən hüquq və vəzifələrin balansını qorumaq deməkdir. Ümidverici məqam ondan ibarətdir ki, müasir texnologiyalar eyni zamanda təhlükəsizlik üçündə geniş yayılan imkanlar yaradır. Valideyn nəzarət sistemləri, təhlükəsizlik filtrləri, 2 mərhələli indeks üsulları və məlumat şifrələnmə texnologiyaları riskləri minimuma endirməyə kömək edir. Statistik göstəricilərə görə bu texnologiyalardan müntəzəm istifadə edilən ailələrdə kibersidentlərin sayı xeyli aşağıdır. Hörmətli dinləyicilər, təhlükəsiz internet bir günün mövzusu deyil. Bu davamlı diqqət, bilik və məsuliyyət tələb edən uzunmüddətli prosesdir. Biz internetdən imtina edə bilməməliyik və etməməliyik. Əsas məqsəd ondan düzgün, təhlükəsiz və faydalı şəkildə istifadə etməyi öyrənməkdir. Hər bir şagird, hər bir valideyn və hər bir müəllim bu prosesin fəal iştirakçısı olmalıdır. Bugün beynəlxalq təhlükəsiz internet günü bizə bir daha xatırladır ki, gələcəyin cəmiyyəti məhz bugün formalaşır. Rəqəmsal məkanda atdığımız hər addım gələcəyimizin keyfiyyətinə təsir göstərir və məsuliyyətli seçimlər isə təhlükəsiz və sağlam gələcəyin əsasını qoyur. Sonunda bir çağırışla müraciət etmək istəyirəm ki, gəlin interneti qorxulu məkan kimi deyil, düzgün istifadə edildikdə inkişaf və bilik mənbəyi olan güclü alət kimi qəbul edək. Özümüzü və ətrafımızdakiləri maarifləndirək, riskləri vaxtında tanıyaq və təhlükəsiz davranış mədəniyyətini birlikdə formalaşdıraq. Bu efiri diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sizinlə bu mövzuda düşünmək və paylaşmaq istədiyim mənim üçün böyük dəyərdir. Gələcəyin işığı FM radiosunun dalğalarında səslənən bu fikirlərin hər biri evə, hər biri ürəyə çatmasını arzulayıram. Mən Məhərrəm Sahib, sizlərlə sağollaşıram. İnternetdə təhlükəsiz həyatda məsuliyyətli və gələcəyə inamla baxan bir cəmiyyət olmaq ümidi ilə. Sağ olun, növbəti görüşlərədək.